Salam əziz tələbələr, gəlin modal feillərin izahına baxaq. Ümumiyyətcə yoldaşlar, modal feillər qəbula düşən və qrammatikası ən asan olan mövzulardan biridir. Modal feillərdə birinci baxırıq can və could-a. Ümumiyyətcə başlayan kimi deyir ki, bütün modal feillərdən sonra nə istifadə olmalıdır? V1 istifadə olmalıdır. Biz də demişdik ki, yoldaşlar, V1 nədir? Feilin ilk halı. Yəni sadəcə feil, to'su olmayan feil deməkdir V1. Modal feildə can-lə could indiki və keçmiş sadə zamanlarda istifadə olunur. İndiki zamanda eləyəcəksiniz can, keçmiş zamanda istifadə eləyəcəksiniz could-da. Ümumiyyətcə yoldaşlar, yadınızda saxlayın ki, zamanlarda keçəndə də demişdik. Zamanlar arasında uzlaşma olmalıdır. Eyni şəkildə də modal feillərdə. Əgər indikidirsə, ya indiki ilə uzlaşacaq, ya gələcək ilə uzlaşacaq. Əgər keçmişdirsə, ya keçmişlə uzlaşacaq, başqa heç ilə uzlaşmayacaq. Bu eyni şəkildə modal feillərə də aiddir. Məsələn, tutaq ki, cümləmiz verilib indiki zamanda, siz istifadə etməlisiniz can-lə. İndiki zamanda verilib could yazsa səhv olacaq. Və yaxud da keçmişdə verilib götürüb yazırsınız can, yox, olmaz. Keçmişdədirsə could, indikidədirsə can-dən istifadə edəcəksiniz. Can və could modal feillərin hər ikisinin də sualı da, inkarı da özü ilə düzəlir. Məsələn, birinə baxaq. She can help you at any time. O deyir, sənə istənilən vaxt kömək edə bilər. Deməli, bunun sualını nə edəcəyik? Can modal feilini atacağıq qabağa. Can she help you anytime? İnkarında da nə edəcəyik? Can'dan sonra not artıracağıq, olacaq inkar. Bundan bu qədərdir. Və yaxud da baxın, burada yesterday var. Yesterday hansı zamanın zaman zərfidir? Keçmiş sadə zamanın. Ona görə baxın, can nə oldu? Could oldu. Sonra baxaq to be able to. To be able to bilmək, bacarmaq deməkdir. To be able to da şəxsə və zamana görə dəyişir. Necə dəyişir? Biz to be-ni məsələn indiki sadə zamanda necə təsnif edəcəyik? To be-ni təsnif edəndə əmizar şəklində təsnif edəcəyik. Bu da şəxsdən asılı olaraq təsnif olunacaq. Am, is, are üçündən biri işlənəcək. Sualında da, inkarında da əmizarı keçirəcəyik. Cümlənin əvvəlinə olacaq sual, not artıracağıq, olacaq inkar. Keçmiş sadə zamanda to be-nin təsnif formaları nədir? Was-dur, bir də were-dur. Yenə eyni şəkildə sual və inkarda həmin feillərlə düzələcək. Gələcəyinə qoyurduq, shall-lə will işlədirdik. Amma baxın, bu be-ləri unutmayın. Shall be able to, will be able to olacaq. Be-ləri unutmayın. Suallarda sizi çaşdıra bilərlər. Və yaxud keçmişə nəzərən gələcək zaman keçmişdik. Keçmişə nəzərən gələcək zamanın köməkçi feillər nə idi? Should və would idi. Bunların da qarşısına be-ləri var. Bunları da unutmayın. Və yaxud indiki bitmiş zaman. İndiki bitmiş zamanın köməkçi feilləri nə idi? Have-lə has idi. Burada amma modal feil kimi olacaq have been able to, has been able to. Bunların da qabağında been olacaq. Keçmiş bitmiş zamanda da have has çevrilib olacaq had. Had been able to. Sualı da inkarda həmin o gördüyünüz köməkçi feillərlə düzələcək. Məsələn, birinə baxaq. We are able to pass an exam in a high point. Biz deyir imtahandan yüksək nəticə ilə keçə bilərik. Sualında nə edəcəyik? Ara atacağıq cümlənin əvvəlinə. İnkarında da olacaq we are not able to. Və yaxud da they will be able to watch a film. Onlar deyir filmə baxa biləcəkdilər if they find open cinema. Açıq sinema tapsaydılar. Məsələn, bu if-dən sonranı görməyin. Bu hissənin sualını necə verəcəyik? Biz ümumiyyətcə gələcək sadə zamanı keçəndə demişdik ki, əgər will be şəklindədirsə, will-i atırıq cümlənin əvvəlinə, be ilə işimiz olmayacaq. Yəni ki, will be they olmaz. Necə olacaq sualımız? Will they be able to olacaq. Yəni ki, yoldaşlar, demək istədiyim odur ki, bu will-lə be-ni bir-birindən ayıracaqsınız. Təsdiqdə will be yan-yana işlənir. Amma sual verəndə will-lə be-ni bir-birindən ayıracaqsınız. Amma inkarında heç bir dəyişiklik olmayacaq. Eləcə will-dən sonra not artırırsınız. Qısa şəkildə də will-in inkarı nə idi? Won't. They won't be able to. Bir-birindən ayırmırsınız. Olduğu kimi saxlayırsınız. Sonra baxırıq nəyə? May ilə might-a. Can-lə could-da dedik ki, indiki və keçmişdə istifadə olunur. May ilə might da eyni şəkildə. May indiki zamandır, might da keçmiş zamandır. İndiki isə may, keçmişsə might-dan istifadə edəcəyik. Eyni qaydada sualını da, inkarını da özünlə düzəldəcəksiniz. Məsələn, you may take this book. Bu kitabı götürə bilərsən. Bunun sualı necə olacaq? May you take this book? İnkarında da may-dən sonra not artıracaqsınız. Və uşaqlar, inkar demişkən, may not deyə bir şey var, amma mayn't deyə bir şey yoxdur. Yəni siz inkarında
götürüb may-i qısaldıb mayn't yazacaqsınızsa, baxın bu şəkildə. Mayn't. Belə bir şey ingilis dilində yoxdur. Cavablarda görsəz səhvdir. Bunu çıxacaqsınız. Sonra may-dən nəyi bilməlisiniz? May ilə verilən suallara inkarda mustn't-la da cavab verə bilərsiniz. Ümumiyyətcə yoldaşlar, may ilə might ikisi də ehtimal, icazə, güman və şübhə mənasında işlədilir. Məsələn, biri qapını açır, deyir ki, may I come, gələ bilərəmmi? Bu icazədir. Sonra baxaq bura. Baxın example-a. May I smoke here? Deyir ki, burada siqaret çəkə bilərəm. Bu nə niyyətlə soruşur? İcazə istəyir də, düzdür. Burada siqaret çəkə bilərəm. Ya deyə bilərsiniz, yes you may, çəkə bilərsən. No you may not, çəkə bilməsin və yaxud da no you mustn't. Bunu demək istəyir. May ilə verilən suala inkarda mustn't-la da cavab verə bilərsən. Yəni çəkməməlisən. Must ümumiyyətcə icazə mənasında işlənir ən çox. No you mustn't şəklində də cavab verə bilərsiniz. Sonra elə baxaq must'ın özünə. Must malı, məli deməkdir və məcburiyyətində olmaq anlamına gəlir. Must ümumiyyətcə necə situasiyalarda istifadə olunur? Qayda qanun olanda. Məsələn, mən deyirəm ki, siz məktəblərdə uniforma geyinməlisiniz. Bu qaydadır. Məcburiyyətindəsiz, yəni geyməyə. Must bu şəkildə situasiyalarda işlənir. Must'ın ancaq indiki sadə zamanda istifadə edirik. Sualın da inkarını da yenə özü ilə düzəldirik. Və məsələn, we must wear a uniform for school. Bunun sualı necə olacaq? Bu must'ı götürəcəyik, atacağıq qabağa. Must we wear a uniform. İnkarında nə edəcəyik? Must'dan sonra not artıracağıq. Must'ın qısaldılması da olur, amma may'dən fərqli olaraq mustn't da deyə bilərsiniz. Must not da deyə bilərsiniz. Problem yoxdur. Sonra baxaq have to-ya. Have to da malı və məli deməkdir, məcburiyyətində olmaqdır. Burada da modal feildən sonra to plus V1 gəlir. Bu to yoldaşlar, amma modal feilin özünün to'sudur, yəni V1'in to'su deyil. Have to da to be able to kimi şəxsə və zamana görə dəyişir. Sualını da, inkarını da işləndiyi zamanın asılı olaraq köməkçi feillərlə düzəldirik. Məsələn, have to-dur, has to-dur. İkisi də indiki sadə zamana işarə edir. Biz demişdik ki, indiki sadə zamanın sualını nə ilə veririk? Do ilə və does-la veririk. Have to-nun da, has to-nun da sualını do, does-la verəcəksiniz. İşləndiyi şəxsdən asılı olaraq. Keçmiş sadə zaman had to olacaq. Keçmiş sadə zamanın sual zərfi nə idi? Did idi, düzdürmü? Had to-ya da siz did-lə sual verəcəksiniz. Gələcək sadə zaten aydındır. Shall ilə biri keçirəcəyik cümlənin əvvəlinə. Bitmiş zamanları nə ilə düzəldirdik? Have ilə və has ilə düzəldirdik. O suallarda sizə düşürdü. Yan-yana have, had işlənirdi. Had işlənirdi. Deyirdi ona deməkdir. Ona burada baxacağıq. Keçmiş bitmişin də zaman, daha doğrusu köməkçi feili haddir. Bu had to da modal feilimiz had to'dur. Keçmişə nəzərən gələcək zamanda zaten aydın məsələdir. Should-la would-la düzələcək. İndi baxaq bir-iki dənəsinə. Məsələn, birincidə she has to clean all the room. Hansı zamanda işlənib? İndiki sadə zamanda. She də bizim üçüncü şəxsin təkində işlənən mübtədamız. Üçüncü şəxsin təkinə indiki sadə zamanda nə ilə sual verirdik? Does-la. Does, she, has to çevrilib nə olacaq? Demişdik ki, indiki sadə zamanda üçüncü şəxsin təkində feilimizi qaytarıq əvvəlki halına, V1 halına. Does she have to olacaq. Does she have to clean all the room olacaq. İnkarında da necə olacaq? She doesn't, yenə feilimiz çevrilib olacaq. Have to, V1 halına. She doesn't have to clean. Bu şəkildə işlənəcək. Birinə də baxaq, iki dənə has-in yan-yana işlənməsinə. Baxın, məsələn, bu cümlədə. Ali has had to read this book today. Deyək ki, Əli bu kitabı bugün oxuyub bitirməlidir. İndi yoldaşlar, siz deyə bilərsiniz ki, bu has nədir, bu had nədir? Gəlin yadımıza salaq. İndiki bitmiş zamanı necə düzəldirdik biz? Birinci gəlirdi mübtəda. Sonra gəlirdi have və has. İndiki bitmiş zamandan söhbət gedir. Özündən sonramda nə gəlirdi? V3. V3 də demişdik nədir? Feilin üçüncü forması. Deməli, baxaq yenə bu cümləyə, bu hissədəki cümləyə. Ali has had to read this book today. Ali bugün bu kitabı bitirmiş olmalıdır. Deməli, buradakı hasimiz hansı hasdir? Bitmiş zamanın göstəricisi olan hasdir. Bəs bu had niyə had olub? Yoldaşlar, have-in təsnif elini necə edirik? Have, had olmur. Have-in V2-si də, V3-ü də haddir. Dedik ki, bitmiş zamandan sonra feilimiz nəyə çevrilir? Çevrilir olur V3. Have-in də V3 had olduğuna görə has, had to olacaq. Sualını necə düzəldəcəyik?
Həzi keçirik cümlənin əvvəlinə. Olacaq has, Ali, had to read. Demişdik ki, bitmiş zamanda feilimizə əvvəlki halını qaytarmaq söhbəti yoxdur. Had olduğu kimi qalacaq. Had to read. Burada hadlə to'nu bir-birindən ayıra bilmərik. Had to read. Baxın, demişdik ki, feilimizi bitmiş zamanda əvvəlki halına qaytarmırıq. Baxın, had olduğu kimi qaldı. İnkarında necə olacaq? Ali hasn't had to read. Yenə feil olduğu kimi saxlayırıq. Bir dənə köməkçi feildən sonra artırıq notu olur inkar. Burada bilməli olduğumuz bu qədərdir. Ancaq bu hissəsi çaşdıra bilər. Başqa heç bir problem yoxdur, heç bir çətinlik yoxdur. Sonra baxaq nidə. Nidi demişdik ki, həm modal feil nidimiz var, həm də əsas feil nidimiz var. Bəs biz hardan biləcəyik ki, biz modal feil niddən söhbət gedir, yoxsa əsas feil niddən sonra? Ümumiyyətcə yoldaşlar, yadınızda saxlamalı olduğunuz əsas məqam nədir? Nid modal feil kimi özündən sonra ancaq V1 qəbul edir. V1 də açıq məsələdə, bayaqdan ondan danışıq. V1 nədir? Feilin ilk halı, to-suz halı, yəni sadə feil. Və nid modal feil kimi sualında da, inkarında da özündən istifadə edəcək. Sual və inkarında özü düzəldəcək, şəxsə və zamana görə də dəyişməyəcək. Məsələn, nidi əsas feil kimi şəxsi zamana görə olduğu kimi, istədiyimiz kimi dəyişdirə bilərik. Məsələn, üçüncü şəxsin təkində indiki sadə zamanda işlənibsə sonuna s artıracağıq, keçmişsə id artıracağıq. Amma onu biz modal feil nidə aid eləmirik. Modal feil niddə necə olur? Modal feil nid kimi özündən sonra mütləq V1 istifadə edəcəyik. Məsələn, baxaq. You needn't wear a coat because of hot weather. Deyir ki, isti hava şəraitinə görə palto geyinməyə ehtiyac yoxdur. Baxın, needn't. Bu modal feil needn'tdır. Özündən sonra nə gəldi? V1. Heç nəsiz feil. Bu V1'imiz. Veya a coat. Deyir ki, need modal feil kimi sualın inkarın özü düzəldəcək. İnkarın zaten özü düzəltdi. Sualı necə olacaq? Need'i keçirəcək cümlənin əvvəlinə. Needn't you wear a coat because of hot weather? Və yaxud da she needn't water the flowers. Onun deyir gülləri sulamağa ehtiyacı yoxdur. Buradakı water sulamaq feilidir. Bu nədir? V1. Nədən sonra işlənib? Needn'tdan sonra. Və uşaqlar, bu ancaq sualda və inkarda da inkarın özü düzəldir. Daha doğrusu yalnız sual və inkarda işlənir need feilimiz. Məsələn, baxaq sualına. Needdən sonra gəldi mübtədamız, sonra nə gəldi? V1'imiz. Need she water the flowers? Və yaxud da we needn't make a decision hastily. Needn'tdan sonra yenə nə gəlib? Baxın, V1. Ümumiyyətcə, baxın bu şəkildə saxlayın da. Modal feildirsə, özündən sonra mütləq V1 gələcək. Modal feildən sonra nə gəlmirsə, əsas feil də gələcək. Baxın, məsələn, burada qeyd olun ki, needn'tdan sonra to plus V1 olmaz. Mübtədə sonra to plus V1 olmaz. Amma bunu əsas feildə işlədə bilərik. Bir dənə modal feil kimi özündən sonra mütləq V1 işlənməlidir. Bu əsas qaydası odur. Baxaq əsas feilində. Əgər need əsas feildirsə, digər feillər necə bu da elə? Sualını da, inkarını da işləndiyi zamandan asılı olaraq köməkçi feillərlə düzəldəcək. Məsələn, she needs to go home. Baxın, həm də formasını dəyişdi. Əsas feildir çünki. Üçüncü şəxsin təki olduğuna görə sonuna s artırdı. İndi deməli bunun sualı nə olacaq? Hansı zamanda işlənib? Bu indiki sadə zamanda. İndiki sadə zamanda nə ilə sual verir? Does she need olacaq. S-in atacağıq. Çünki niyə? Əsas feil needdir bu. Və yaxud da burada baxın, keçmişdə işlənib. This machine needed mending properly. Sonunda nə var? İdisi var. Deməli, bu hansı zamandır? Keçmiş sadə zaman. Bunun sualı necə olacaq? Did this machine need olacaq. İdisini atacağıq. Çünki keçmiş sadə zamanda demişdik ki, feilin idisini atırıq. İlk halına qaytarırıq. İnkarında da eyni şəkildə. Məsələn, bu cümlə hansı zamandaydı? İndiki sadə zamanda. İnkarı necə düzəldi? Baxın, yenə işləndiyi zamanın köməkçi feili ilə. Doesn't need oldu. S-ini də atdı. Sonra baxaq. Bir də ki, yoldaşlar. Need əsas feilindən sonra burada bayaq qeyd edədiyimizi bir də qeyd edək. Need əsas feilindən sonra to plus V1 gələ bilər. Hansı ki, modalda işlədə bilmədik. V1 plus ing gələ bilər. İsim gələ bilər. Əvəzlik gələ bilər. Modalda nə işlədə bilmiriksə, əsas feil needdə onu işlədə biləcəyik. Sonra baxırıq şuda. Malı, məli, gərəkdir.
Məsləhət mənasında işlənir, yenə özündən sonra V1 gəlir. Sualını da, inkarını da özü düzəldəcək. Burada heç bir problem yoxdur, çünki digərlərinə bənzəyir. Məsələn, you should follow my advice. Mənim məsləhətimə gərək qulaq asasan ya da asmalısan. Deməli, sualı necə olacaq? Should atırıq əvvələ. İnkarı necə olacaq? You should not olacaq və yaxud da shouldn't follow my advice olacaq. Bir də yoldaşlar, to-nu işlənənlərdən bir də ought-to var. Bu to ought-un özünündür. Malı və gərək mənasında işlənir. Özündən sonra yenə to plus V1 gəlir. To da ought-un öz to'sudur. Yalnız indiki sadə zamanda istifadə olunur. Sualı inkarı ought-dan düzəlir. Şəxsə və zamana görə dəyişmir. Məsələn, birinə baxaq. You ought to come with us. Sən bizlə gəlməlisən. Baxın inkarı necə olub? You ought not to come olacaq. Ought-dan sonra not artırdı, oldu inkar. Sualında necə olacaq? Sualında yoldaşlar yadınızda saxlayın ki, ought-la to-nu bir-birindən ayıracaqsınız. Necə ki, will be able to da will-lə be-ni sualda ayırırdıq. Eyni şəkildə ought-la to-nu da sualında bir-birindən ayıracaqsınız. Olacaq ought you to come with us olacaq. With us. Baxın, ought-la to-nu bir-birindən ayırdım. Ortada mübtəda yazdım. Ondan sonra to-sunu yazdım. Ought-la to-nu bir-birindən ayırırıq. İnkarında necə olacaq? İnkarında da məsələn, we ought to struggle for our dreams. Deyək ki, biz xəyallarımız üçün mübarizə aparmalıyıq. İnkarına baxın necə oldu? Ought-dan sonra mı artırdı not? We ought not to struggle for our dreams. Sualında da ought-u keçirəcəksiniz cümlənin əvvəlinə. Bir dəfə də üstdən keçək yoldaşlar. Modal feillərlə bağlı əsas qeydlərə baxaq. Modal feillərdə dedik ki, nəyə diqqət yetirməliyik? Zaman uzlaşmasına diqqət yetirməliyik. Keçmişdirsə keçmiş, indikidirsə ya indiki, ya gələcək zaman. Verilən cümləmiz hansı zamandadırsa, həmin zamana uyğun olan modal feili seçirik. To ilə işlənən modal feillər hansıları idi? To be able to, have to, ought to. Ümumiyyətcə yoldaşlar, testlərdə əsas baxmalı olduğunuz nə olacaq? Belə nöqtələr verəcək sizə. Nöqtələrdən sonra to yazacaq. Siz avtomatik cavablarda nə axtarmalısınız? To ilə işlənən modal feil hansıdır? Biri to be able to'dur, biri have to'dur, biri də ought to'dur. Bunlardan birini götürəcəksiniz. Və yaxud da nöqtələrdən sonra to yoxdursa, to'suz olanları seçəcəksiniz. To ilə işlənməyənlər hansılardır? Can'di, may'di, must'dı, bir də should'dur. Əslində need də to ilə işlənmir. Prosta əsas feil kimi to gəlir deyə çaşdırmasın sizi, ona görə yazmayıblar. Bir də yoldaşlar, can, should, may, must'dan sonra to plus V1 gələ bilməz. Çünki bunlar nəsiz işlənir? To'suz işlənir. To be able deyə, shall able to deyə, would able to deyə bir şey yoxdur. To be able'dan sonra nə olmalıdır? To olmalıdır. Shall be able to olmalıdır. Would be able to olmalıdır. Be'lərin və to'ların unutmayın. Haven't to, hasn't to, hadn't to deyə bir şey yoxdur. Needn't to deyə də bir şey yoxdur. Bunu negatifi keçəndə sizə demişdim. Bu şəkildə işlədə bilməzsiniz. Needn't to sonra V1 işlədə bilməzsiniz. Səhvdir. V1 plus ing işlədə bilməzsiniz needn't-dan sonra. İsim işlədə bilməzsiniz. Əvəzi işlədə bilməzsiniz. Çünki bu needn't hansı needn't-dır? Modal feil needn't-dır. Modal feil kimi də özündən sonra ancaq nə gəlməli idi? V1 gəlməli idi. Uşaqlar, izahından bu qədərdir. Gəlin bir iki dənə də testə baxaq ki, daha da möhkəmlənsin. Məsələn, yoldaşlar, baxaq ikinci suala. Deməli, ikinci sualda ilk gözümüzə görünən nə olur? Nöqtələrdən sonra to işlənib. Nöqtələrdən sonra to işlənibsə biz deməli nəyi çıxmalıyıq? To ilə işlənməyənlərə çıxmalıyıq. Məsələn, kəni çıxırıq, kəndən sonra to gəlməz. Kodu çıxırıq, koddan sonra to gəlməz. D variantında will able yox, will be able to olmalıydı. D-ni çıxırıq. Qaldıq hansı variantda? A ilə C-nin arasında. A ilə C-ndə nəyə əsasən tapırıq? Baxırıq ki, cümləmiz nə ilə başlayır? If ilə. If-dən sonra əgər indiki sadə zaman gəlibsə, bu tərəfi nə olmalıdır? Gələcək sadə zaman olmalıdır. Ona görə cavabımız nə olacaq? C variantı. Sonra baxaq üçüncü suala. Üçüncü sualda yenə nöqtələrdən sonra nə gəlib? To gəlib. To gəlibsə to ilə işlənməyənləri çıxırıq. B gedir, C gedir. Might not to deyə bir şey yoxdur. B, C, Y-ni çıxdıq. B, C, Y-ni çıxandan sonra görürük ki, A ilə D-nin heç birində problem yoxdur. Ondan sonra baxırıq tərcüməyə. Deyir ki, the difficulty was that. Çətinlik o idi ki, get a boat to cross the river. Qayıq çağırdıq ki, çayı keçək. Çətinlik o idi ki, biz
neyniyə bilmədik? Çayı keçə bilmədik. Were not able to. Deməli, çayı keçə bilməyib ki, qayıq çağırmaq məcburiyyətində qalıb. Cavab olacaq D variantı. Sonra baxaq 4-cü suala. 4-cü sualda nöqtələrdən sonra görürük ki, to yoxdur. Əgər to yoxdursa, nə etməliyik? B ilə yeni çıxırıq. Çünki will be able-ın to'su olmalıdır. Don't have-ın to'su olmalıdır. Qalırıq A, D və C variantının arasında. Əslində bunu məntiqlə də tapa bilərik. Mustn't-la needn't özü hər ikisi də malı məli mənasını verir, düzdür? Cavab bunun ikisi də ola bilməz deyə A-nı da çıxırıq, D-ni də çıxırıq, qalır C variantı. Deyək ki, sən solğun görünürsən, sən havada daha çox vaxt keçirməlisən. Cavab olur C variantı. Tərcümə ilə də çıxarmaq olur, amma məntiqlə ikisi də eyni mənaya gəlir deyə A-nı, D-ni ikisini də çıxırıq. Sonra baxaq 15-ci suala. 15-ci sualda gözümüzə ilk görünən no longer sözü. No longer negativdir. Negativ cümlələri keçəndə demişdik ki, bir sadə cümlədə 2 dənə negativ istifadə olunmaz. Olunmazsa nəyi çıxırıq? A-nı çıxırıq və Y-ni çıxırıq. A-nı Y-ni çıxandan sonra qalırıq digər variantlar arasında. İkinci tərəfdə baxırıq ki, nöqtələrdən sonra nə işlənib? To işlənib. Əgər to işlənibsə, kəndən sonra to gəlməz, B-ni çıxırıq. Mustdan sonra to gəlməz, D-ni çıxırıq. Qaldı C variantı. Baxın, tərcüməsiz qramatikanın cavabı çıxartdıq. Sonra baxaq 16-cı suala. 16-cı sualda görürük ki, nöqtələrdən sonra to yoxdur. To işlənməyibsə, A variantını çıxdıq. Cümləmiz hansı zamandadır? Keçmiş zamanda. C variantını çıxdıq. Qaldıq, deməli, B variantda was able not to deyə bir şey yoxdur. Qaldı D və Y variantları. D və Y variantında nəyə əsasən çıxarıq? Gəlin baxaq ikinci tərəfə. Cümlənin ikinci tərəfində görürük ki, anyone işlənib. Demişdik ki, yoldaşlar, any nədən sonra gəlir? İnkardan sonra. İnkar plus any olmalıdır. Əgər inkar plus any olmalıdırsa, cavabımız nə olacaq? Y variantı. Sonra baxaq 17-ci suala. 17-ci sualda everybody'nin xəbəri necə olmalıdır? Təkdə olmalıdır. Təkdə olmalıdırsa, Y-ni çıxırıq. Hasn't to deyə bir şey yoxdur. Qalırıq B, A, C, D variantlarının arasında. A, C, D-ni bayaqki məntiqlə tapa bilərik. Baxın, C-nin, D-nin ikisi də inkardır. Eyni mənaya gəlir, çıxır. Cavab nə olacaq? A variantı. Deyir, oteli tərk edəndə hər kəs hesabı ödəməlidir. Baxaq 21-ci suala, yoldaşlar. 21-ci sualda baxırıq ki, nöqtələrdən sonra hələ birinci hissəyə baxırıq. Nöqtələrdən sonra to yoxdur. To yoxdursa A-nı çıxdıq. Wasn't able to olmalıdır. D-ni çıxdıq. Sonra gəlin baxaq ikinci tərəfə. İkinci tərəfdə yenə nöqtələrdən sonra to işlənməyib. To işlənməyibsə, Y-ni çıxdıq. Was able to olmamalıdır. Baxın, C variantında uzlaşma pozulub. Could keçmişdi, can't indiki zamandır. C-ni çıxdıq. Cavab nə olacaq? B variantı. Yesterday I couldn't finish this novel. Mən deyir, dünən bu noveli qutara bilmədim. I simply wasn't able to read such a thick book in a day. Deyir ki, mən bir gün ərzində bu qədər qalın kitab oxuya bilmərəm. Cavab olacaq B variantı. Bu qədər bəsit. Əgər aydın olmayan nəsə varsa yenə soruşarsınız, amma çalışın ki, testləri çox işləyəsiniz. Test işlədikcə daha da güclənir, daha da möhkəmlənir. Əsas baxmalı olduğunuz odur ki, nöqtədən sonra to işlənib yoxsa yox. Əgər bu məntiqlə getsəz, 2 dənə ya da 3 dənə variantı avtomatik çıxacaqsınız. Hər birinizə xoş izləmələr, uğurlar hamınıza.